Şəhid anasın, məni başa düşürsən, Bakıdan müddət biz çox bir yerdə olmuşuq. Allah sənə səbir versin. Ana, minnətdarım, sən mənim yanıma gəlmisən. Verən də Allahdır, alan da Allahdır. Biz kimik? Biz hamımız Allahın əmanətləriyik. Yazılı günlərimiz var bacım. Heç bilmədim, həyatım illər boyu necə keçdi. Səbr edək, şəhid ailələrimiz, bütün imtahanlar içində bir mükafat gizlənmişdir bizlər üçün. Bir gün hər şey gözəl olacaq, inanın buna, mənim əzizlərim. İlahi, bu ay bizə səbir ver. Biz şəhid ailələrinin səbrimizi çoxalt. Bu Ramazan ayından sonra bütün aylarımızı, günlərimizi xeyirli elə. Çətinliklər vermə biz şəhid ailələrinə. Mehriban olaq, çünki qarşımızdakı hər kəs bizim bilmədiyimiz çətinliklərlə mübarizə aparır. Bəli, mübarizə aparır.